Bu bitki əsəbləri sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, bədəni, beyni və ruhu balanslaşdıran qantəpər çiçəyi haqqda danışacağam. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Qantəpər təbii halda Azərbaycanda və bütün dünyada geniş yayılmış dərman bitkisidir. Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Parlaq sarı çiçəkləri toplandıqdan sonra illərlə köhnəlmədən gözəlliyini qoruyub saxlama səbəbi isə bu çiçəyi solmaz çiçəyi də adlandırılır. Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Qantəpər çiçəklərindən dəmlənmiş çaydan qədim zamanlardan bəri soyuq dəymədə, daxili qanaxmalarda, eləcə də ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilib. Mədə və mədəaltı vəzin, şirə ifrazını stimullaşdırır. Öd xəstəliklərində, o cümlədən şişmiş ödün müalicəsində geniş istifadə olunur və öd qovucu təsirə də malikdir. Prostat xəstəliklərinə və prostatın müalicəsində istifadə olunur. Böyrək və sidik yolu xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Sidik kisəsi daşlarını tökür, böyrəkləri işləməyə məcbur edir. İltihabı aradan qaldırır. Babasil üçün çox faydalıdır. Babasil düyünlərinin əriməsinə kömək edir. Güvəyə qarşı istifadə olunur. Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir. Qantəpər çayının hazırlanması. 5-6 qantəpər çiçəyi bir dəm çaynikində zövqə görə termosa atılır, üstünə qaynamış su əlavə edərək dəmlənilir. Gündə 2-3 stəkan olmaqla 10 gün içilir, bir həftə fasilə verilib, yenidən təkrar içilir. Bu qədər sadə. Bəs siz bu gözəl neymətdən istifadə etmisinizmi, nəticəsini görmüsünüzmü, rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.